Və burada məsələ odur ki, cənab prezidentin imzaladığı xartiya Azərbaycan üçün şanslar yaradır. Amma bunu istifadə eləmək üçün insan kapitalı lazımdır. Bugün mən nəyi yadıma salıram, sizin də yadınızda olar bəlkə də, cənab prezident birinci dəfə prezident olanda dedi ki, neft kapitalın insan kapitalına çevirmək. Bugün həmin zamandır ki, həmin o insan kapitalı üzə çıxsın və istifadə olunsun. Qohumluq, tanışdıq və yaxud da mən bunu tanıyıram, bu yaxşı oğlandır məsələsi artıq çıxmalıdır sistemdən. Sistemi bacaran insanlar idarə eləməlidir. Və bu artıq qaçılmaz bir şeydir. Eşəməli, belə bu xartiyada məhz bunun üçün imzalandı və mən sizə belə konkret bir sual verim. İlk 12 ay deyək də, xartiya imzalanandan ilk 12 ayda hansı real addımlar atılmalıdır? Məhz bu xartiyanın nəticəsini biz görməkdən ötürü götürək ilk 12 ayı. Gəlin birinci qaydaq ona ki, xartiya imzalandı və bu xartiyanın müzakirəsi varmı cəmiyyətdə? Siz eşidirsiniz onu? Mən görmürəm onu. Amma onun dəyəri çox böyükdür. Yəni bu demək olar ki, karatlarla olan böyük bir brilyantdır. Bunu cənab prezident imzaladı. Bu xarizma, bu uzaq görən siyasət və strateji addımdır. Azərbaycan dünya xəritəsində doğrudan çox balaca bir ölkədir. Və bu artıq strateji bir addım idi. İndi taktikaya ehtiyac var. Niyə bunu müzakirə elə? Hanı ekspertlər? Hanı Azərbaycan ekspertlər ki, bunun haqqında danışsın?